Bəy, məktəbdə yenə nələr baş verir? Valla Çox bu günlərdə maraqlı bir şey çıxdı. Bir sual verim sizə Sərdar bəy, çox üzr istəyirəm. Niyə hər dəfə məktəbləri bu qədər tənqid etdikcə, məktəblərdə problemlər, hətta ayaq yollarında, üzr istəyirəm mərkəzdə, qız ayaq yollarında qapının olmamasına qədər biabırçı bir məsələlər çıxır ortaya. Niyə Sərdar bəy? Yox, o dadla bağlıdır axı. Bir var, sistem nə istəyir, yəni bu dövlət ərkanı var, bu ölkənin təhsil siyasəti deyə bir şey var. Onlar nə istəyir, tutaq ki, mən necə görmək istəyirəm, Aynur bunu necə ki, bu əslində baş verən onların istəyidir. Bu günlərdə bax, yadınızdadır ki, mən deyirdim ki, bütün məktəblərdə, bir məktəbdə yox ha, eyni proseslər bir-birini təkrarıdır. Yəni bu elə belə bir məktəbdə bir direktor, bir zavuş, bilmirəm, bir kimsə orada zavxoz, yəni belə özündən nəsə eləyə bilər. Amma bütün məktəblərdə eyni bir-birinin təkrar proseslər gedirsə, demək bu sistemin məsələsi, demək bu ölkənin təhsil siyasəti bu yöndə, yəni icraat bu yöndədir. Yəni dövlətin verdiyi direktivlər qalır bir kənarda. Ümumiyyətlə Azərbaycanın dövlət olaraq təhsil proqramında nə var? Hələ də normal bir dərslik kitabları işlənib hazırlanmayıb. Hələ də dərslik kitablarına baxırsan, bu il deməli dərslikdə yazılan şeylər genel dərslikdə, həmin sinifin dərsində olmur. Təzə kitablar çap olunur. Onun hamısı, yəni keçən il kitablar oxunub, bu il bu kitab düzdür məktəbdə. Gələn il onu o birisi şagirdlər, növbəti gələnlər də oxuya bilər. Sadəcə o təzə kitab alsın deyə deyib təzədən dəyişib təzə kitab çap edirlər. O heç, onları boş ver. Bu günlərdə deyəsən 216 sayılı məktəbdən bir şey yayıldı, səs yayıldı. Nə yayılır orada? Nədən söhbət gedir? Demək, bir İngilis dili müəlliməsi bunu gözüm çıxdıya sağlar. Özü elə təşkil edirlər ki, bütün valideynlər, müəllimlər filan, sanki bu İngilis dili müəlliməsi belə, nə bilim, belə tabi olmur, heç kimi saymır, nə bilim, qeyri-pedaqoji addımlar filan da belə, bunu təşkil edir, mən bunu bilirəm, mən bunları öz üzərimdə adda yaşadım, mən bu vaxtda, bu hərbidə, eyni şey də əslində, bilsən mi, adamı ki, belə adilsən, nətər deyim, ala qarqıya çevirirsən, bütün valideyn də narazıdır filan da, əsas məsələnin mahiyyətində nə var? Bu İngilis dili müəllimi bədbaxtın atası bu indiki direktordan əvvəl oranın direktor olub. İndi nə yapıb, nə edib, bu müəlliməni oradan uzaqlaşdırmaq lazımdır. Niyə? Çünki axı o atası direktor olub. Direktor o məktəbdə, ümumiyyətcə direktorlar hamısı. İndi məktəblərdə nələr olduğunu bilirlər axı. Və o atası bu qızın üzərindən nəsə xəbər alar, xəbər verər, nə eləyər. Ya ona görə nə yapıb, nə edib, eyni məsələ 48 nömrəli məktəbdədir. Eynən, bax, o müəlliməni döyüblər orada, o gün öz danışırdı. Döyüblər, skoru gəlib, təcili yardım çağırıblar. Ya, indi sonra da bütün deməli təhsil idarəsi də, hüquq mühafizə orqanları da hamısı müəlliməni günahkar çıxardıblar. Nədir məsələ? Valideynlər də bunun əleyhinə imiş, ondan sonra adam da danışır efirdə, deyil, mən nə bilim, çalışdım, obyektiv olum filan. Yəni, eyni məsələ 48-də baş verir. Müəlliməni döyürlər. Müəllimə yıxılır, ölüm həddində, hamısı elə bilir ki, ölüb qoyub qaçıramı. Təcili yardım gəlir, deyir, sağ da hələ yaşayır. Bunu aparırlar, nə bilim, bu həkim rəyi filan və son araşdırmalar gedir, polis qarışır işə. Nəticədə yazırlar ki, müəllimiyə qarşı qeyri-pedaqoji addım atılıb, təhsilini tapmadı. Kameralarda hamısı həmin o vaxtda çəkməyib peşinə. Bildin mi? Yəni, eynən, burada da nədir, o müəllimənin atası bundan əvvəl direktor olub. Orada da müəllimənin atası direktor olub. İndi o yaxşı direktor olub, pis direktor olub, mən onu sadəcə direktorlar məktəbdə nə baş verdiyini bilir. Və bunların o məktəbdə törətdikləri, nə bilim, nələr bilmirəm, üzə çıxmasın deyə, onun qızını, övladını, nə bilim, qardaşı oğlunu kimisə qoymazlar məktəbdə işləsin. Eyni şeydir, bax, elə bil, müəlliməni döyürlər, hücum edirlər. Direktorun orada qoçu dəstəsi var, bilirsənmi? Hücum edirlər, adamı döyürlər, məktəbə müəlliməni döyürlər. Sonra da həmin döyülən müəlliməni də günahkar çıxarırlar. Hər nə olub, müəlliməni kim döyüb, kim döyə bilər? Cəmaatın, şagirdlərin gözünün qabağında. Təcili yardım gəlir, buna nə bilim, yardım edirlər filan. Son nəticədə faktiki cinayət törədilir. Hüquq mühafizə sistemi də
nədir, təhsil sistemi də həmin o müəlliməni günahkar çıxardır. Eynən deyirəm, bax, burada bir zat var, bir zavxoz var. Adı nədir, Firdovsiz deyəsən. Bu, müəllimələrə deyir ki, mən de sizi deyir, əzab verməkdən ləzzət alıram. Bax, bu kimdir bu adam? Ümumiyyətcə, harada zavxozun işi nədir? Zavxozun işi məktəbdə parta qırıldı, bizi görmüş də. Nə bilim, pəncərə sındı, uşaqlar biraz dəcəl olur, nə bilim, sınan parta olur, nə bilim, şkafın qapısı qırıldı, ona nə bilim, nə oldu? Zavxozun işi, o istilik sistemi, əgər çalışmırsa onu çalışdırmaq, lazım gəlirsə təmirat işinlərdən məşğul olmaq. Zavxozun nə ixtiyarı var ki, müəllimələrin idarə etməsini zavxoza veriblər. Bütün gələn, gedən hamısı zavxoz idarə edir. Direktorun evi olub zat, hazırlıq kursu. Və məktəbdə oxuyan sonra hamısını aparıb direktor evində dərs keçir. Bu da deyir ki, belə niyə edirsiniz? O zaman ne edirlər? Döyürlər. Sonra da boynuna qoyurlar ki, sən də məktəbi də töhmət də alınır. Şiddətli töhmət, nə maddi töhmət. Orada da deyirdi, mənə şiddətli töhmət də verə bilərsin. Məktəblər axı bu millətin gələcəyidir. Mən danışdım, o məktəbin dadda var, YouTube'da var. Mən çəkməmişəm ki, illər bundan öncə. Burada məktəbin ortasında, sinifin ortasında uşaqlar qayğına pişirib yeyirlər. Nə bilim, ondan sonra ocaq qalırlar. O günlər dedim orada, nədir? Uşaqların birinin cibindən at çıxır. Nədir? Kəlbətin birinin cibindən balta çıxır, birinin cibindən direl çıxır. Bunlar deməli məktəb o vəziyyətdədir ki, biri var ki, doğrudan nəsə bir əmək təlimizdə dərsləri var da bilmirəm indi, nəsə bir şey ola bilər, amma dəxili yoxdur. Axı, bu uşaq nə ağılla uşaq əlində ya cibində ya qoltuğunda məktəbə balta gətirir. O birisi çəkiş gətirir, o birisi mala gətirir. Bunlar nə verirlər məktəbdə? Nəyə lazımdır o şeylər? O şeylər lazımdırsa məktəbin emalatxanasında olan hamısı olmalıdır axı. Niyə? Sonra da bunu getirirlər deməli, uşaqlardan belə alırlar da bunu kimsə çəkir. Sonra çəkəndən sonra həmən çəkən adamı çağırırlar, tez onu sildirirlər, filan edirlər. Qardaş, nə baş verir bu məktəbdə? Baltanı uşaq məktəbə niyə gətirib? Niyə gətirib uşaq? Çəkiş gətirir, nəyə gətirib? Və sabah orada bir hadisə baş verərsə, varsa bir şeylər, bunun məsuliyyətini kim daşıyacaq? Yox canım, deyirəm, bax, o məktəb eyni şeydir, bax, bütün proses eynidir. Deyirəm, bunun atası əvvəl orada direktor olubsa olub. Adam indi çıxıb gedib, nə yapıb, nə edib, o adamı da, o müəlliməni də oradan uzaqlaşdırmaq lazımdır ki, çünki əvvəlki direktor axı məktəbdə bəzi prosesləri bilir axı. O qız evə birdən xəbər aparar, gətirər, bilmirəm indi, mən işin o boyutuna demirəm. İndi o döyülən müəllimə biri öz çıxıb danışdı. Birini də burada döyüblər. İndiyə qədər onun adını demirlər, kimdə döyülən, bildin mi? Amma müəlliməni rəsmən döyüblər. Kim döyüb? Direktorun qoçuları döyüb. Bildin? Sonra da bütün deməli, adam deyirəm, təcili yardım gəlib, adam yıxılıb orada. Öyle biliblər ki, ölüb, hamı qaçıb. Sonra təcili yardım buna, həkim rəyi filan filan. Sonunda mən özüm o adı mənə göndərmişdilər direktorun adını. Direktorun yox, təhsil şöbəsinin, Bakı təhsil şöbəsindən bu müəlliməyə cavab gəlir. Ki, sizə qarşı qeyri-pedaqoji davranış təsdiqini tapmadı. Deyirəm, adamı döyüblər məktəbin içində. Direktorun qoçuları, müəllimlər, zavxoz, rəsmən döyüblər adam. Və qeyri-pedaqoji münasibət necə olur? Nə olmalıdır ki, buna dəyəl doğrudan burada qeyri-pedaqoji münasibət olur. Və eyni deyirəm, bax, o 216'da olan eyni bu 48'də, eynən bir eynidir. İkisində də deməli, müəllimənin atası əvvəl orada direktor olub, ikisində də müəlliməni gör neçə illərdir, indi onu yaşamaq lazımdır. Bu qədər baskının altında 3 il, 5 il, necə yaşayacaq bu adamlar, necə işləyəcək? Niyə? Çünki əvvəlki direktor o məktəbdə gedən dönəmlərdə nədir, proseslərin hamısını bilir. Qorxusundan sadəcə qorxurlar. Nədən qorxurlar? Məktəbin uç dedim mi, dövlətin təhsil proqramı var. Təhsil proqramı hər direktor gəlib məktəbdə öz qaydasını qoya bilməz. Mən burada demişdim, özüm oxumuşam. Direktor zavxoza göstəriş yazıb qrupda ki, sən izlə, bu müəllimlər çox rahat hiss edirlər özlərini. Sən bunları izlə,
Bunlardan mənə xəbər gətir, mən bunları ölçü götürüm. Rəsmən zavxoz orada öz işini buraxıb, müəllimələri güdməklə, izləməklə, danos verməklə məşğul. Və direktor bunu təşviq edir. Bunların hamısını qrupa, deməli, adamları qrupa yazırlar, müəllimələri. Və bir adam direktordan icazəsi olmadan qrupdan çıxa bilməz. Qrupa yazılan hər bir şey əmirdir. O pulda yığırlar, belə kütləvi şəkildə. Necə? Qrupda yazırlar, hər ad öz payını götürür oradan. Qrupdan da məlumatı kənara çıxardanı, bax dediyim kimi gözüm çıxdıya salacaq, nə verəcək, axırı şərliyib falan eləyib, məktəbdən uzaqlaşdıracaqlar. Belə bir şey olar mı yəni? Belə məktəb olur mu? Mən də ona görə deyirəm, parad gözəl bildik. O paradda ən üstün səviyyədə keçirilən parad bir məktəbdə sabah baş verəcək. Bir Allah göstərməsin, bədbəxt hadisənin əvəzini verərmi? Verməz. O paradlar daimə əbəd olsun deyə o məktəblərdə vətəndaş yetişməlidir. Məktəb nə yetişdirir? Şagirdin gözün qabağında müəlliməni basa döyəsən, döyürəsən yox, döydürəsən. Ondan sonra da bütün sistemdə gələr ki, sən demə müəllimənin nə əlaqəsi var? Pis müəllimə əmrini verin, çıxardın da bunda. Amma müəlliməni döyməyə kimi ixtiyarı var? Ölümünə döyməyə, təsəvvür edirsin. Heç türmədə adamları, məhbusları döyməyə çox cəsarət edəmirlər. Hücum eləyib müəlliməni döyürlər, o günün bax o müəllimə özü danışdı, 216-dan. Məni döydülər, filan elədilər. Eyni şey dendi, mən adlarını demir, heç kim ad demir. Hamı da deyir, mənim adım olmasam, adamlar danışırlar, mən bunu özümlə uydura bilmərəm ki. Ona görə çox ciddi problemlər var.